Qərbi Azərbaycan minillik tariximizin, ulu babalarımızın izlərinin yaşadığı torpaqdır. İndi o izlər ya dağıdılıb, ya da özgələşdirilib. Bu torpaqların hər daşında, hər qayasında Azərbaycan nəfəsi var. Onu qorumaq bizim borcumuzdur. Allahu Ekber, Allahu Ekber. Azərbaycanın qədim elm, mədəniyyət, təhsil, dini mərkəzlərindən biri kimi İrəvan şəhəri haqqında o şəhərə gələn səyyahlar, tarixçilər, arxeoloqlar və digər qonaqlar həmişə məlumatlar vermişlər. Xüsusən də İrəvan məsələləri haqqında kifayət qədər əlimizdə məlumat var. İrəvan şəhərində 1679-cu ildə güclü zəlzələ baş vermişdi. O zəlzələ zamanı məscidlərin bir çoxu minarələri, özləri dağılmışdı. Lakin sonraki dövrdə Zalxanın dövründən etibarən İrəvandakı məscidlər yenidən bərpa olmağa başlamışdı. 1827-ci ildə Çar Rusiyası İrəvan xanlığını işğal edəndən sonra orada kameral siyahıma keçirilir və İrəvan şəhərinin kameral təsvirində 8 məscid haqqında məlumat verilir. Və onlardan ikisi İrəvan qalasında, 6-sı isə şəhər hissəsində, Təpəbaşında və Dəmirbulaq hissəsində qeyd olunur. Rusiyanın işğalından sonra Rəcəb Paşa məscidinin o üzərindəki ay ulduzu çıxarıb, onun yerinə xaç asmışlar və onu Rus Pravoslav kilsəsinə çevirmişlər. Sərdar məscidini isə hərbi arsenal, yəni silah-sursat anbarı kimi istifadə etməyə başlamışlar. Ancaq yerdə qalan məscidlər fəaliyyət göstərirdi. Sovet hakimiyyəti illərində isə deməli, ilk illərdən başlayaraq ki, sonraki bu ateizm təbliğatı güclərində ermənilərə fürsət verdi ki, Azərbaycanlıların o tikdirdikləri bizə miras qalan İrəvan şəhərindəki məscidlərimizi bir sıradan çıxarsınlar. Sərdar məscidində Türkiyədən gələn qaçqınları məskunlaşdırmışdılar. Təpəbaşı məscidində yenə Türkiyədən gələn qaçqınlar, erməni qaçqınları məskunlaşdırmışdılar və bugünkü gündə də həmin erməni ailələrin bir qismi o Təpəbaşı məscidinin içərisində yaşayırlar. Qafqazın ən böyük məscidi Hüseyn Alxan məscidi, yaxud da Göy məscid. 30-cu illərdə artıq Göy məscidini İrəvan şəhər tarix muzeyinə çevirdilər. Və sonraki dövrdə isə hələ İkinci Dünya müharibəsi illərində gətirib silah-sursat yığmışlar o Göy məscidin o hücrələrinə, o otaqlarına silah-sursat yığmışlar. O Göy məscidinin qübbəsi ki vardı, orada deşik açıb, orada bir teleskop quraşdırmışdılar. Planetariya gənclər gəlib, uşaqlar gəlib oradan göyə tamaşa edirlər. Göy məscidinin qübbəsinin altında teleskop quraşdırmışlar. Ermənistanda müstəqillik əldə olunana qədər o Göy məscidi İrəvan şəhərinin tarix muzeyi kimi fəaliyyət göstərir. Zalxan məscidi isə sənədlərdə göstərilir ki, Ermənistan Rəssamlar İttifaqının sərgi salonu kimi istifadə olunur. Onun hücrələri ki vardı, orada rəssamlar, ayrı-ayrı rəssamlar orada öz əsərlərini nümayiş elətdirdilər son dövrə qədər. Hacı Novruzəli məscidini yer üzərindən silmişlər. Dəmirbulaqdakı məscidlərdən biri Hacı Zəfər bəy məscidini onu da yer üzərindən sildilər və 90-cı ildə yeganə məscid qalmışdı ki, Azərbaycanlıların ibadət elədiyi yeganə məscid Dəmirbulaq məscidi idi. O Dəmirbulaq məscidini isə 1990-cı ildə ermənilər şaya yaymışlar ki, güya ki, Bakıda, indi hansı ki bizim o Fəvvərələr meydanında, şəhərin mərkəzində olan erməni kilsəsini bizimkilər söküblər. Ermənilər də gəldilər, hətta orada bir Thomas Deval, o Qarabağ əsərində, o da deyir ki, məsələn, mən deyir, o bir Amerika arxeoloqu Robert Kullin gəlir, orada deyirlər ki, burada bir məscid olub. Mən deyir, onun təsvir edildiyindən qalxdım və gördüm ki, deyir, orada bir daş qalaq yığını var. Orada bir qadın oturub deyir, göyərti satır. Deyir, soruşdum ki, burada məscid olmuş, dedi, var. Dedim, bəs necə oldu? Dedi ki, bəs Azərbaycanlılar deyir, bizim deyir, Türklər deyir, Bakıdakı kilsəmizi dağıtdılar. Biz də deyir, əvəzində deyir, bizimkilər gəldi, 2 gün ərzində deyir, bunu söktülər. Və onun yerində indi bir hündür mərtəbəli bina tikiblər. Ermənilərin deməli 2007-ci ildə Avropa Şurasına Ermənistandakı milli azlıqlara məxsus tarixi memarlıq abidələri haqqında bir hesabatı var. O hesabatda göstərilir ki, Sərdar məscidinin orada bir tili təxminən 3 metr enində, 4 metr hündürlüyündə tili qalmışdı. Divarın bir qalığı qalmışdı. Rəsmlərdə o göstərilir hamısı. Və onu çərçivəyə almışdılar ki, lentlə hər şey eləmişlər. Güya ki, milli azlıqlara məxsus tarixi memarlıq abidələrinin qorunmasını onlar təmin edirlər. Və 2014-cü ildə mən erməni dilini bildiyimə görə, erməni jurnalistləri yazdılar ki, biz axşam gələndə həmin o Sərdar məscidinin qalığı dururdu yerində, səhər baxdıq ki, yoxdur. Onu da yer üzərindən sildilər. Yəni, bugünkü gündə
bizim tarix ədəbiyyatı 15-ə yaxın məscidin adı keçir İrəvan şəhərində və bugünkü gündə yeganə məscid qalıb, Göy məscid ki, onu da deməli 2005-ci ildə İranın dini qurumu ilə müqavilə imzaladılar Ermənistan hökuməti və İran hökuməti vəsait ayırdı yenidən bərpası üçün. Onun kitabəsi ki vardı, Hüseyn Əli xanın vaxtında tikilən kitab, onu sökdülər, yerinə bir saxta kitabə yerləşdiriblər. Bir qismini bərp elədilər, onun hücrələrinin 28 hücrəsi kitabxana və s. bərp elədilər. Qalan hissəsi onun həcmini daraltdılar və bugünkü gündə onu Fars məscidi kimi təqdim edirlər. Azərbaycan deməli qeyri-hökumət təşkilatları, tədqiqatçılar, o cümlədən mənim özüm də UNESCO-ya müraciət imzaladıq ki, bu bizim irsimizdir. Azərbaycanlılara məxsus irsdir. Bunun farslılara heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə İrəvan şəhərinə farsların ayağı heç zaman dəyməyib. Bütün əsərlərdə tədqiqatçıların, səyyahların, tarixçilərin əsərlərində bu Göy məscid kimi gedir, Hüseyn Əli xan məscidi kimi gedir və bunu silmək mümkün deyil. İnşallah öz irsimizə və digər o bizim təkcə İrəvan şəhərində deyil, Qərbi Azərbaycanda qalan irsimizə zaman-zaman sahib çıxmağa bizim artıq zamanı yetişib bunun.